Gəldimdə onsuz da, amma elə əsas hissələrdən biri, bu problemlərdən birini mən qeyd edirəm və Alazapin kəndidir. Təsəvvür edin, ora texnika veriblər. Cəmaət öz cibindən Lənkəranın Alazapin kəndində benzinini səlyarkasını alıblar. Bir gündə texnikanı aparıblar. Bir günə ki, bəsdir bir günlük. O boyda 25, 30, 40 kilometrlik yola. Bilmirəm, bunun Lənkəran İcra Hakimiyyətinin bu məsələdən xəbəri var, yoxdur, amma pulu da cəmaət verib. Yəni, səslər, subutlar, Rusiyada yaşayan oğlanlar göndəriblər ki, texnikanı veriblər, səlyarka verməyiblər də, dizel verməyiblər. Onu da alıblar, o da yarımçıq qalıb. Yəni, bu yol, burada şəhid var. Bu gün hamımızın, hər dəfə deyirəm, kresloda rahat əyləşməyimizin səbəbkarıdır, bax, bu şəhidlər. Nə qədər belə layiqiyyətsizlik olar, nə qədər olar, deyir, neçə dəfə icra hakimiyyətində olmuşam, neçə dəfə məktublar yazıram. Elə mənə deyirlər, düzələr, Allahın bir çıngılını deyir, bu yola tökmürlər ki, qışda bu insanlar gələ bilsin. Mən getdim də o yolu gördüm, vəziyyəti gördüm. Rəzillik, rüsvayçılıqdır. İki avtomobil dəyişdim, mən o yolu gedəndə. Biri dedi ki, daha gedə bilmərik. Halbuki o da Niva markalıydı. Dedi, gedə bilmərik. Yəni, deməyimiz odur ki, adam da deyir, mənim ata evim, nə olsun mənə ev veriblər şəhərdə? Mən istəmirəm, burada mənim oğlum burada doğulub, buradan gedib vətəni qoruyub. Mən niyə indi bir ev veriblər deyənə mən çıxmalıyam kəndimdən? Və orada da hələ ki, az da olsa 20-15 belə yaşayışlar var. Gəl, o dizelində pulunu, səlyarkanında pulunu vətəndaşlar yığıb verib. Bir gün deyirlər, heç olmasa 4 gün, 5 gün o avadanlıqda o texnika burada qalsaydı, biz deyir, işimizi görərdik. Vermədilər deyir, qardaş bizə. Vermədilər.